deməli, yenə iki mövzu, Azərbaycan Birinci Dünya Müharibəsi illərində, bir də 20-ci əsr Azərbaycan mədəniyyəti. Azərbaycan Birinci Dünya Müharibəsi illərində sizə çox görünə bilər kitabdan, amma kifayət qədər, həddən artıq rahat mövzudur ümumiyyətlə. Və mən nəyi deyirəmsə, onlara diqqət edin, onlara oxuyun. Əlavə kitabdakı məlumatları oxumağa ehtiyac yoxdur. İlk olaraq, Birinci Dünya Müharibəsi keçmişik, bilirsiniz ki, 1914-18-ci illərdə olub və Birinci Dünya Müharibəsi zamanı Azərbaycanla bağlı dünya ölkələrinin xüsusi planları var idi. Təbii ki, müharibə edən ölkələrdir. Azərbaycan tərkibində idi Rusiyanın, düzdür. Digər dövlətlər nə etmək istəyirdi? Xüsusən, məsələn, Almaniya müharibənin sonuna doğru artıq istəyirdi ki, Bakı neftini ələ keçirsin. Ümumilikdə hər birinin məqsədi Bakı neftini ələ keçirməkdir. Səbəb də aydındır. Çünki Rusiyanın müharibədə döyüşdürən, qalib çıxardan nə idi? Bakı nefti idi. O cümlədən İngiltərə və Fransa da istəyirdi Bakı neftini ələ keçirsin, amma İngiltərə və Fransa bir tərəfdən də istəyirdi ki, Almanlar qətiyyən Bakıya yaxınlaşmasınlar. Əgər Almanlar Bakıya yaxınlaşsa, nefti ələ keçirsə, təbii ki, qalib gələ bilərlər. Və Birinci Dünya Müharibəsi həm də tarixdə adlanır mühərrik müharibəsi. Mühərrik nə deməkdir? İlk dəfə idi ki, bir dünya müharibəsində bu qədər çox mühərrikli, motorlu vasitələrdən istifadə olunur. Elə ki, tanklar, Soma döyüşünə ilk dəfə tanklar, hərbi təyyarələr və s. Ona görə deyirik, mühərrik müharibəsi idi. Azərbaycanın vəziyyəti necə idi? Azərbaycanlıların ümumiyyətlə. Bilirsiniz ki, Çar Rusiyası 1874-cü ildə verilən qərarla müsəlmanları hərbi xidmətə çağırmırdı. Qısaca desək, Azərbaycanlılar döyüşmək bacarığını itirmişdi. Silah nədir və s. yaxşı bilmirdilər. 1887-ci ildə isə Çar Rusiyası Azərbaycanda hərbi vergi təyin elədi. Yəni ki, əskərliyə hərbi xidmətə çağırılmırsan, yaxşı, amma vergi ödəməlisən. Hər bir kişi vətəndaş vergi ödəməli idi hərbi xidmətə. Yaş həddi yox idi. Yəni 18 yaşa çatanda yəni neçə idisə. Və bax, bildiniz də, 1874-cü ildən Azərbaycanlılar hərbi xidmətə çağırılmır, 87-dən də Azərbaycanda hərbi vergi təyin olunurdu. İndi gərək müharibə dövrünə başlayaq. 1914-cü ilin avqustunda, bax 1914-cü ilin avqustunda 2-ci Nikolay fərman verir ki, Tatar süvari alayı yaradılsın. Tatar süvari alayı kimlərdən yaradılmışdır? Cənubi Qafqazın əhalisindən, Azərbaycanlılardan və digərlərindən. Könüllülərdən ibarət olan bu Tatar süvari alayı eyni zamanda adlanırdı Vəhşi Diviziya. Və bu Vəhşi Diviziyanın tərkibindən Azərbaycanlılar da könüllü olaraq cəlb olunmuşdur. Yeganə diviziya idi ki, and içərək cəbhəyə gedirdilər. Biz Vəhşi Diviziya haqqında deyirik ki, bir nəfər belə olsun fərqarə olmamışdı. Oradakı Azərbaycanlılar son damla qanlarına dək vuruşmuşlar və 1916-cı ilin mayında deməli, Brusilov hücumu adlı bir hücum var idi. Orada həmin hücumun dayandırılmasında bu alay iştirak etmişdi və qalib gəlmişdi. Lakin 1917-ci ilin avqustunda Çar Rusiyasında qiyam baş verir, General Kornilov qiyamı. Tatar süvari alayı necə olursa həmin qiyama qoşulur. Yəni dövlətə qarşı çevrilişə qoşulur. Buna görə də 18-ci ilin yanvarından etibarən Tatar süvari alayının fəaliyyəti dayandırılır. Deməli, süvari alayı aid bilməliyik ki, 1914-ün avqustunda fəaliyyətə başlayıb, ikincisi Brusilov hücumunun dayandırılmasında iştirak edib və üçüncü isə 18-ci ilin yanvarında fəaliyyəti dayandırılmışdır. Müharibədə iştirak edən Azərbaycanlılar ən önəmli hissəmiz budur. Bizə testdə, yəni bu mövzu düşsə 95% Azərbaycanlıların neynədiyindən düşəcək. Əlavə Şıklinski müharibə ərəfəsində deməli, artilleriya məktəbinin rəisi idi. Əlavə Şıklinski üçün deyirik ki, paytaxt, düşünün, yəni paytaxt Petrogradın, yəni o dövrdə Peterburg, Petrograd adlanır. Toplarla müdafiəsi bu adamı tapşırılmışdır. Şıklinskiyə tapşırılmışdır. Əlavə Şıklinskinin, küçə də Şıklinski. Onun adını oldu. Şıklinskinin kəşf elədiyi Şıklinski üçbucağı düsturu uzun illər hər kitablarında istifadə olunmuşdur. Kör nöqtələrin toplarla vurulmasına ayrı düstur idi və çox mühüm əhəmiyyət təsvir edir. Şıklinski həm Rusiyanın, həm də
Fransa, İngiltərə kimi ölkələrin ali medallarına layiq görülmüşdür. Bundan başqa Səməd bəy Mehmandarov tam artilleriya generalı rütbəsinə malik deməli döyüşçü idi, hərbiçi idi. Səməd bəy Mehmandarov Qərb ordusunda deməli komandan olmuşdu. Eyni zamanda Səməd bəy Mehmandarov döyüşlərdə göstərdiyi şücaətə görə Almanların bir neçə korpusunu məhv elədiyinə görə, Rusların mühasirədən çıxardığına görə müqəddəs Georgi ordeni ilə təltif edilmişdir. Rusiyanın, İngiltərənin, Fransanın, Rumıniyanın hərbi ali orden və medallarına layiq görülmüşdür. Şıxlinski haqqında bir şey də deyim. 17-ci ilin dekabrında deməli Müsəlman Korpusu adlı bir ordu korpusu yaratmışdır. Həmin korpus əsasında sonra deyəcək ki, AXZ-nin ilk ordusu formalaşmışdır. Elə-belə yadda saxlayın. Mehmandarov da bu qədər Hüseyin xan Naxçıvanski Çarın müsəlman olan yeganə yavəri idi. Yavər nə deməkdir? Köməkçisi, ayrıca. Hüseyin xan Naxçıvanski Çarın müsəlman olan yeganə yavəri idi və əlahidə süvari korpusa rəhbərlik edirdi. Süvari nə deməkdir? Atlı korpusa rəhbər təyin edilmişdi. Hüseyin xan Naxçıvanski haqqında sizə bir şey dediyim ki, Çar devrilən zaman 17-ci ildə yeni hökumət gəlirdi, hakimiyyətə yeni hökumət gəlmişdi və bu Naxçıvanski bəyan eləmişdi ki, mən Çarı qorumağa hazıram və müvəqqəti hökumətə də and içməkdən imtina eləmişdi. Yəni ki, Çarı dəstəkləyən bir adamdır Hüseyin xan Naxçıvanski. Süvari sözü gördünüz, əlahidə söz gördünüz, Hüseyin Naxçıvanski. Fərrux ağa Qayıbov ilk Azərbaycanlı hərbi təyyarəçi idi. Döyüşləri birində 4 Alman təyyarəsinin 3-ünü məhv etmiş, özü isə həlak olmuşdur. İbrahim ağa Vəkilov ilk Azərbaycanlı hərbi topoqraf olmuşdur. İlk topoqraf. İqtisadi həyata baxsaq, uşaqlar, müharibə dövrü məntiqlə iqtisadi həyat necə olar? Çökər təbii ki. Bütün zəruri istehsal müəssisələri müharibə xərclərini ödəmək üçün cəlb olunmuşdur. Tağıyevin toxuculuq məktəbi, Tağıyevin digər zavodları, Azərbaycandakı digər zavod fabriklər ancaq müharibə üçün istehsal edirdi. Çörəyin və digər məhsulların qiyməti dəfələrlə qalxmışdı. Əhali çox pis vəziyyətdə yaşayırdı. Eyni zamanda 50 minə qədər kəndlinin arxa cəbhədə işlədilmək üçün səfərbərliyə alınması kənd təsərrüfatının inkişafına böyük zərbə vurmuşdu. Onsuz da bilirsiniz ki, 1900-1903-cü il böhranından sonra neft sənayesi nə dövrü keçirirdi? Durğunluq dövrü keçirirdi. Müharibə dövründə durğunluqdan keçdi böhrana, daha da aşağı səviyyəyə düşdü. Təbii ki, neft ancaq müharibə üçün istehsal olunurdu. İqtisadi vəziyyət belə, o qədər pis idi ki, vəziyyət 16-cı ildə Bakıda qadınların qiyamı başlayırdı, möhtəkirliyə qarşı, bahalaşmağa qarşı. Yeri gəlmişkən, Cənubi Azərbaycanda nə vaxt idi qiyam? Taxıl möhtəkirliyinə qarşı qiyam, ASO Zeynəb Paşa. 1898. Deməli, buna oxşar cəhət 1898. Hər ikisi möhtəkirliyə qarşı və hər ikisi qadınların üsyanı idi. Sonra, Cənubi Azərbaycan haqqında bir neçə kəlmə deyək ki, Cənubi Azərbaycanda bu dövrdə bilirsiniz də Sarıqamış əməliyyatı baş verdi, Osmanlı məğlub oldu. Osmanlının məğlub olmasından sonra Çar Rusiyası öz qoşununu yeritdi hara? Cənubi Azərbaycan, hətta gedib Təbrizi də tutdu. Cənubi Azərbaycanda eyni zamanda həmin dövrdə həm Rusiya, həm İngiltərə öz qoşununu yeritmiş oldu və bu qarışıqlıqdan 1918-ci ilin martında ermənilər və aysorlar istifadə elədilər. Necə istifadə elədilər? Azərbaycanlılara qarşı soyqırım törətməklə. 18-ci ilin martında tarixə Urmi bəlası adlandırılan hadisə düşdü. Erməni və aysorlar Urmiya və digər Cənubi Azərbaycan ərazilərində Azərbaycanlılara qarşı soyqırımlar törətmişdilər. Uşaqlar, birinci Dünya müharibəsi mövzumuz bu qədər. Əsas o adamların nə elədiyini bilməyə lazımdır.